Şəhər iyerarxiyasında ən üst pillədə piyadadır, sonra mikromobillik, sonra ictimai nəqliyyat, ən son yerdədir fərdi nəqliyyat. Bu piramida Bakıda tam tərsidir. Tərsinədir belə. Bu dəyişəcək. İnsanlar yeniliyi həmin bir mənalı qarşılamır. Bakı şəhərinə gün ərzində ardınca 300 min avtomobil fərqli istiqamətlərdən daxil olur. Avtomobillər çoxalıbdır, bu infrastruktur çatdırmır. Ya da qısa səfərlər çoxalır. Milyondan artıq əhalisi olan şəhəri tək avtobusla idarə etmək olmaz. Avropa ölkələrinə baxıram, 600-700 minlik şəhərin bizdən çox metro xətti var. 59 yaşlı bizim Bakı metropolitenində 40 kilometrlik tunelimiz var. 5 il ərzində Qarabağda və Şərqi Zəngəzurda qurulan tunellərin uzunluğu 71 kilometrdir. Nəqliyyatın 5 növü var: boru, hava, dəniz, avtomobil və dəmir yolu. Daxili yük dəmir yolu sisteminin onurğasıdır. Zəngəzur tək şərq-qərb deyil, həmçinin şimal-cənubdur, həmçinin də cənub-qərbdir. Nə qədər çox yolunuz varsa, bu sizin üstünlüyünüzdür.